Salam, hər birinizin yeni test izah videosuna xoş gördük. Test izahımız DİM 2025 birinci hissə. Kimya toplusu, elektrolitik dissosiasiya hesablamalar ikinci izah videosu. Birinci izah videosunda 33'e qədər gəlmişdik. 33'dən sona qədər bu izah videosunda paylaşılacaq. Sualımız deməli. Qarışdırılan duz məhlulları mis-2 nitrat və dəmir-3 nitrat məhlullardır. Həcmləri V1, V2-dir və qatılıqları da 1.2, 0.6-dır. Tam dissosiasiya, yəni alfa 100% olduqda məhluldakı nitrat iyonlarının qatılığı 2 olub. İndi V1 bölü V2 nisbətini istəyir. Bunu uzun bir qısa yolla həll edəcəm. Uzun yol odur ki, əgər bizə mis-2 nitrat məhlulunun qatılığını veribsə və həcmini veribsə, biz onun molunu tapa bilərik. 1 deyək. 1.2 vurulsun V1. Bu mis-2 nitratın moludur. Eyni şey NO2 deyib 0.6 V2 dəmir-3 nitratın moludur. Və bu məhlullarda yaranan nitrat iyonları mən tapmalıyam. Birinci də mis-2 nitratı iyonlara ayırsaq, 1 moldan 1 mol mis-2 müsbət və 2 mol nitrat iyonu əmələ gəlir. Yəni 1 moldan 2 mol əmələ gəlirsə, bəs 1.2 V1-dən X əmələ gəlir. X da bərabərdir 2.4 V1 mol. Dəmir 3 nitrat üçün də 1 dəmir 3 müsbət, 3 NO3 mənfi yaranır. Deməli 1-dən 3 mol nitrat iyonu əmələ gəlir. 0.6 V2 moldan, bu molda Y deyək, Y də bərabərdir 1.8 V2 mol. Deməli bu birinci məhuldakı nitrat iyonun molu, bu da ikinci məhuldakı nitrat iyonun molu. Bu nitrat iyonları qarışdıqda ümumi qatılıq 2 olub. C bərabərdir N bölü V olduğuna görə qarışan mollar 2.4 V1 üstə gəl 1.8 V2 bölünsün məhlulların həcmləri V1 plus V2 və bu da olub 2. İndi bu məxrəci 2-yə vurmalıyıq. 2V1 plus 2V2 bərabərdir 2.4 V1 1.8 V2 yazdıq mı? Və deməli 0.4 V1 bərabərdir 0.2 V2 V1 bölü V2 nisbətini istəyir. V2 burada qalacaq, V1 burada qalacaq, yəni 1 bölü 2, yəni 0.5. Bu uzun yol idi. Qısa yolumuz nədən ibarətdir? Bunları siləcəm. Bu hissə də mənə vacib deyil. Belə. Qatılığa görə baxmağı bundan əvvəlki testlərdə də eləmişdik. Yəni, əgər mis-2 nitrat məhlulun qatılığı 1.2 molyardırsa, onun əmələ gətirdiyi nitrat iyonları 2.4 molyar olacaq. Dəmir-3 nitrat məhlulunun, yəni dəmir-3 nitratın duzun qatılığı 0.6 molyardırsa, onun əmələ gətirdiyi, mol bölü litr elə molyar deməkdir. Onun əmələ gətirdiyi 1.8 molyar olacaq və bunlar qarışıb 2 molyara gəlib. 2.4 qarışanları alt-alta yazırdıq qatılıqda. Alınan 2, diaqonal üzrə çıxırıq 0.2, 0.4, ixtisar 1, 2 və 2.4 mis-2 nitratdan gəlir. Onun həcmi V1 idi. 1-in qarşısına V1 yazıram. 1.8 dəmir-3 nitratdan gəlir və onun da həcmi V2 idi. V1 bölü V2 bərabərdir 1 bölü 2 nisbətidir. O da 0.5 cavabını verəcək bizə B variantı. 34-cü sual. Hansı duzluların məhlullarında kation sayı anyona bərabərdir? Bu artıq asan sualdır. 1 kation, 1 anion var. Bunun bir sadə şəkildə baxsaq. 2 kation, 3 anion var. Bu olmadı. 1 kation, 1 SO4 var. Bu oldu. 3 natrium, 1 var. Orta fosfat. Bu olmadı. Yəni cavab 1 və 3 olacaq. 35-də də anionların sayı kationdan çox olsun. 1 anion var. PO4 3 mənfi, 3 dənə natrium var, yəni bu səhvdir, kation çoxdur. SO4 2 mənfi 1 dənədir, kalium müsbət 2 dənədir, sink 2 müsbət 1 dənədir, xlor mənfi 2 dənədir, yəni bu olacaq.
Kalsium 2 müsbət 1 dənədir. NO3 2 mənfi 2 dənədir. Cavab 2 və 4 olacaq. Sonra 36. Bu qədər mol, bu qədər faizlə dissosiasiya etdik. Əməliyyətlə natrium ionunun mol miqdarını hesablayın. Yəni 2,5 molun 80% dissosiasiya ilə dissosiasiya edəni 2,5-in 80%, yəni 2,5 vurulsun %80, o da eləyəcək 2 mol. Deməli 2 mol natrium 2SO4 dissosiasiya edir. Natrium 2SO4 də dissosiasiya etdikdə 2 dənə natrium müsbət yaradır. Yəni birindən 2 dənə yaradır. Biri 2 dənə yaradırsa, bəs ikisi nə qədər yaradır? X mol. X da bərabər 4 mol. Cavab oldu 4 mol. Sonra 37. Yaxşı sualdır bu. S bu qədər, kalium ionlarının molu bu qədər, məhlulun neçə milli? Neçə millisində 0,2 mol kalium var. Şagirdlərin elədiyi səhv nə? Deyir ki, qatılıq var, mol var, həcm nüböl S-dir. Bəli, həcm nüböl S-dir. Bu doğrudur. Amma fikir verin burada. Kalium sulfatın qatılığını verib, kalium ionlarının molunu verib. Bunlar eyni maddəyə və eyni iona aid olmalıdır. Biri kalium sulfata, biri kaliuma aid ola bilməz. Ya hər ikisi kalium sulfata, ya hər ikisi kaliuma aid olmalıdır ki, molu həcmə bölüb, molu qatılığa bölüb həcm tapa bilər. Və burada kalium 2SO4-dən 2 kalium müsbət qoyuruq. İstəyirsiniz, kalium sulfatın qatılığına görə kalium ionlarının qatılığını tapın. 1-ə 2-dirsə 0,4-ə 0,8 olacaq deyib. Sonra nü bərabərdir S böl V bərabərdir nü böl S-dən 0,2-ni %8-ə bölün. Neyinir? 0,25 litr, yəni 250 milli tapın. Bu bir yol. İstəyirsinizsə kalium ionların moluna görə kalium sulfatın qatılığını tapın. Bu eləcə 2-yə 1 isə %2, %1 və V bərabərdir nü böl S-dən. Burada artıq kalium sulfatın molunu kalium sulfatın qatılığına bölürük. Bu da eləyir yenə 4-də 1, yenə də milliyə çevirdikdə 250 milli. Hər ikisini eləyə bilərsiniz. Sonra növbəti sualımıza baxırıq. 38 deyir, kalsium 200 milli kalsium bromid məhlulunda brom ionlarının molyar qatlığı 10,4 molyardır. Yəni S brom mənfi bərabərdir 10,4 molyar. Məhlulda neçə qram kalsium bromid var? Məhlulun həcmi də 0,2 litrdir. Əgər qatılıq və həcm varsa biz mol tapa bilərik. Bəs biz nəyin molunu tapacağıq? Təbii ki, brom ionlarının qatılığını verdiyi üçün brom ionlarının molunu tapacağıq ki, 10,4 vur 10,2 %8 mol brom var. Yəni kalsium bromidi ionlara ayırırıq. Görək kalsium bromid neçə mol brom ionu əmələ gətirir. Və tənasümümüzü bunun üstünə qoyuruq. Nəzəri olaraq 200 qramı tam dissosiasiya etsə, alfa 100 2 mol brom ionu əmələ gələr. Amma biz tapmışıq nə qədər kalsium bromid ionu? 0,8 mol bromid ionu əmələ gəlibsə x qram. X da bərabərdir 8 qram eləyirdi. 8 qram. 39-a baxırıq. Dissosiasiya dərəcəsi 40%-dirsə alfa. Neçə mol X2SO4 həll edilmişdir? X2SO4-ü bir ionlara ayıraq. 2x müsbət. Keçən dəfə öyrətdiyim üsulla. Bundan əvvəlki video izahda danışdığım üsul. X ionların molunu verib 0,4. Deyir, neçə mol X2SO4 həll olunmalıdır? X mol həll olunmalıdır fərz eləyək. Və alfanı həmişə hara qoyurduq? İlkin maddənin üstünə. Burası 0,4. Bu həll olan, bu alfanı həll olana vurduqda artıq bu olur dissosiasiya edən. X vur 0,4 dissosiasiya edəndə. Amma X həll olandır. X-i tapsam həll olanı tapmış olacaq. Və burada X vur 0,4 onda 4 mol X əmələ gətirir. 1 molda 2 mol. Bunlar getdilər. 2x bərabərdir 1-dən, x bərabərdir 0,5. Bu qədər. Cavab 0,5. 40-cı sualı özünüz izahı saxlayın. Özünüz üçün yazın, sonra izahı baxarsınız. Mən yazacağım bunu. Deməli, x3PO4 dissosiasiya etsə 3x müsbət və PO4 3 mənfi yaradacaq. Əslində PO4 3 mənfi yazmasaq da olar. Nəzəri olaraq 1 moldan 3 mol x əmələ gəlir.
Neçə mol deyir həll olmalıdır? X mol həll olmalıdır. Dissosiasiya dərəcəsinə vursam, onda 1 artıq olub dissosiasiyadan. Amma X-i tapsam, təbii ki, X mənim üçün həll olan 0.6. Vergül aparsa 6 ilə 3, 2. Yenə də bu 0.5-ə gedirsən. Bəli. 41-ci sual. 0.5 mol mis-2 nitrat, X mol dəmir 3 nitrat və altdan %2 vur 10^24. Yəni bunu altdan %2 vur 10^23-ə bölsək 10 mol. Deməli burada bunu belə biləsiniz. 10 mol nitrat iyonu var. Hər iki dizun dissosiasiyası 100%. Yəni bunları qatdıqda 10 mol nitrat iyonu yaranır. Bu çox sadədir. Yəni baxın 0.5 yazsaq onun qarşısında neçədən NO3 olacaq? 2-ni vursa 0.5. Buradan 1 mol NO3 gəlir. Burada X-i vursaq 3X NO3 gəlir. Və bunların da cəmi olur 10. 1 plus 3X bərabərdir 10. X də bərabərdir 3. Düz hesabladım. Bəli, düz hesabladım. 42-ci sual. 29.8 qram X xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarı cəmi bu qədərdir. X xlor duzunun nisbi molekul kütləsini hesabla. Getdi. X2 müsbət, no, X müsbət, xlor mənfi. 29.8-dən alfa 100%, yəni tamamilə iyonlaşır. Cəmi 0.8 mol iyon əmələ gəlir. Mr yazacağıq. 1 bu, 2 mol iyon əmələ gəlir. Mr də bərabərdir. Elə bil ki 29, 298-i 4-ə böləcəm. 74,5. 43-cü suala baxırıq. 43 buradan yazaq. X-Y2 maddəsinin 400 ml məhlulunda 0.8 mol Y var. Məhlul molyar qalxma hesabı var. Bundan elədik. Bunu da eləyək. Bunu təqribən eynisini elədik. Tam da bu deyil. Məhlulun həcmi bu. Qatılıq yox. Y iyonlarının molu. Məhlulun həcmi 0.4 litr. Y iyonlarının molu, bax görürsünüz, Y mənfi yazıram. Daha götürün mol ümumi yazmıram. Məhlulun molyar qatlığını istəyirsə, bu duzun mol bölü litrini istəyir. Duzun molyar qatlığı duza görə hesablanmalıdır. Y-ə görə hesablasaq, məsələn, baxın burada S bərabərdir yazıb 0.8 bölü 0.4 eləsək, yəni nü bölü V eləsək, 2 mol bölü litr biz Y iyonlarının qatlığını tapırıq. Çünki Y iyonların molunu bölmüşük. Amma bizə X-Y2-nin molyar qatlığı, yəni məhlulun molyar qatlığını istəyir. Artıq burada bir dissosiasiya yazsaq, X2 müsbət, 2Y mənfi desək. İndi burada, məsələn, Y-in molyar qatlığını tapmışam 2-dirsə, X-Y, X qoyuram, əmsalı 2-dir, burada 1-dir, X bərabərdir 1 olacaq, 1 mol bölü litr. Bunu eləyə bilərik, bu rahat. İkinci bir yol. Bu molyar qatlıq hesabı eləmədən biz Y-in moluna görə həll olan duzun molunu tapırıq. Yəni 0.8 mol Y əmələ gətiribsə, bu neçə mol həll olub və alfa da 100% olduğu üçün tam dissosiasiya edir də. Ümumi həll olanı elə bunun dissosiasiya edəlidir. X bərabərdir 0.4 mol. X-Y2 dissosiasiya edib, həll olub və ya dissosiasiya edib. Molyar qatlıqda tapanda S bərabərdir 0.4 bölünsün həcm 0.4, 1 olacaq. Cavab 1. 44-cü sual eynisidir. Özünüz yazın və sonra izaha baxın. Deməli, baxın, burada məsələ nədir? Bunu eləyirlər düz çıxır, bunu eləyirlər səhv çıxır. Bunu düz çıxır. Çünki burada götürüb 0.4-ü 0.2-yə böləndə 0.4-ü 0.2-yə bölür. Cavab 2 alır, gelir cavab baxır, deyir düz. Bəs deyir, burada da onu eləmişdim. Niyə bu səhv çıxdı? Çünki burada X-Y2-nin 1 molunda 2 mol Y var. Yəni, Y-in molu ilə əmələ gələn Y-in molu ilə X-Y molu eyni deyil. Y-in molu 2 dəfə çox olur, qatlıq da 2 dəfə çox alınacaq. Amma bu formulda isə X-Y2-nin molu ilə, özünün 1 molu ilə əmələ gətirəcəyi X-in molu eynidir, 1-in 1-ədir. Yəni, siz 0.4-ə 0.2-yə bölsəniz, eyni cavab alasınız. Amma mahiyyəti etibarən səhv eləmiş olursunuz. Məhlul molyar qatlığını istədikdə onun yaratdığı, onun həll olan
duzuna görə hesablayırıq. Yəni x, y2-də x müsbət 1-ə 1-dir, düzdür. 0,4 mol əmələ gəlibsə, bu da 0,4 mol həll olub demək ki, gedirik 0,4-də məhlulun həcmi 0,2 bölürük, bu eləyir 2 mol bölü litr. Niyə biri düz, biri səhv çıxır, onu da izah elədim. 45-ci sual. Elektrolitin həll olmuş mol miqdarı 5, dissosiasiya 60, dissosiasiya etməmiş. Çox vaxt şagirdlər bu sualı həll eləyə bilmir. Və bu da onu göstərir ki, şagird dissosiasiya mahiyyətini başa düşmür. Dissosiasiya dərəcəsinin mahiyyətini başa düşmür. Dissosiasiya dərəcəsi həll olmuşun neçə faizin dissosiasiya etdiyin, yəni iyonlara ayrıldığını göstərir. Yəni əgər 5 mol həll olubsa, fərqi yoxdur, neçə mol həll olur olsun. 60% dissosiasiya edibsə, deməli o həll olanın 60% dissosiasiya edib. 40% də etməyib də. 5-in 40%-ni tapırsınız, 5-i 0,4-ə vuruq da 40%. Bəlkə kimsə mənim kimi eləmir. %40-a 2 mol. Cavab 2. 2 mol dissosiasiya etməyib. 46-cı sual. Sulu məhlulda 1 mol dissosiasiya etməmiş buna 3 mol x2 müsbət ion düşür. Elektrolit məhlulda dissosiasiya dərəcəsini hesablayın. Birinci video izahda da var idi belə bir sual. İndi 1 mol XOH2 dissosiasiya etməyib. Nə qədərsə də həll olandan müəyyən qədəri dissosiasiya edib. Niyə edib? Çünki x2 müsbət ionu var. x2 müsbət ionu orada göydən düşmür. Həll olmuş XOH2-nin dissosiasiyasından yaranır. Məsələ nədir? Əgər 2 mol, 3 mol x2 müsbət dissosiasiya, daha doğrusu alınıbsa, 3 mol bu alınıbsa, yaxşı, neçə mol XOH2 dissosiasiya edib ki, 3 mol x2 müsbət yaranır? 1-ə 1. X bərabərdir 3 mol XOH2 3 mol XOH2 dissosiasiya edib. 1 molda XOH2 dissosiasiya etməyib. Alfa da deyirdi nədir? Dissosiasiya edən deyirsən, ümumi həll olana 4-ə böl 100-ə var. 75%. 47-ci sual. Dissosiasiya dərəcəsi bu qədər olan bu duzun, bu maddənin 2,5 molunun dissosiasiyasından. Burada bəzən şagirdlər çaşdırır. Bu 2,5 molun hamısı dissosiasiya etmir. Həll olmuş 2,5 molunun 2,5 mol həll etdikdə bu qədər ion əmələ gəlir. N plus M cəmini hesablayın. Bu belə demək istəyir yəqin ki, yoxsa 2,5 molun dissosiasiyasından deyəndə dissosiasiya dərəcəsini verib sözü. Yəni bu 2,5-in 80% dissosiasiya. Bəzən şagirdlər səhv başa düşür. Elə başa düşür ki, yəni bu dissosiasiya dərəcəsini verib. də mənə deyir 2,5 molunun dissosiasiyasını. Yəni dissosiasiya edən 2,5 moldur. Belə də başa düşmək olur. Bu cümləni biraz növbəti izahlarda daha anlaşıqlı versələr, məncə daha düzgün olar. Bu bizim həll olanımızdır. Dissosiasiya edən isə 2,5-in 80%-dir. Yəni 2 mol dissosiasiya edir. Və burada bir sayımız var. Bunu da altdan %2 vur 10-23-ə bölsək 10 8 mol ion əmələ gəlir. Deməli, bunun 2 molundan bunu bir dənə iyonlara ayırıb n dənə xm müsbət yaranacaq. M dənə YO4 n mənfi yaranacaq. Deməli, 2 molundan deyək ki, 8 mol ion əmələ gəlir. 1 molundan da yazırıq. N mol budur, M mol budur, N plus M. Bizdə M plus M cəmin istəyir. N üstə gəl, M də bərabər olacaq. 8-dən 4. 4 cavab 4 olacaq. 48-ci sual. Bu deyəsən qəbula düşür. Bəli, bu qəbula düşür. 48-də deyir x brom 2 suda məhlulun həcmi bu qədər, məhlulun qatlığı bu qədər. Dissosiasiya dərəcəsi 20%, A brom. Yəni sadədir bu. Yəni yadıma gəlir. 2023 qəbulu idi, birinci qrup. Həcm bu qədər, qatlıq bu qədərsə molun tapırıq. X brom 2 həll olan molun tapırıq. Nü bərabərdir C vur V. 0,5 vur 1. 0,5 mol. X brom 2. Və alfa da 20%dir. Yəni bunun 20%-i dissosiasiya edib. İstəyirsiniz bunun üzərində birbaşa yazın. 2 brom mənfi yazdıq. Plus x2 müsbət. 1 moldan 2 mol brom əmələ gələr.
0,5 mol həll olub və alfa da 20%-dir. Nə demişdik? Bura qoyuruq 0,2. Baxın, 0,5 yazsam bu həll olandır. Həll olana görə ion tapılmaz. Amma gətir bunun yanına 0,2-ni qoyanda artıq bu 0,5 var, 0,2 bunu dissosiasiya edəndir. İstəyirsiniz ayrıca yazın 0,5-in %20'sini tapın. Bu eləyir. Nə eləyir bu? Onda 1 eləyir. Onda 1. İstəyirsiniz onda 1'i bura qoyun. İstəyirsiniz onda 5 onda 2 birbaşa yazın. Və bromiyonları da yaranır A mol. A da bərabərdir onda 2 mol. Onda 2 mol. Cavab onda 2 olacaq. 49-cu sual. 250 ml mis 2 nitrat məhlulunda mis iyonlarını tam çöktürmək üçün 1 mol natrium hidroksid sərf olmuşdur. Mis 2 nitrat məhlulundakı mis iyonlarının molyar qatını hesablayın. Alfa 100%. Həmişə verirsən, bu dəfə də ver də. Deməli. Əslində verməyi vacib deyil. Çünki suda əldə olan duzsa bu tam-tamına iyonlaşacaq. İndi mis iyonlarının molyar qatlığını istəyirsə, baxın, əvvələ yazıram. Sondan gələcəm elə bil. Yox. Hədə nəysə. Sonu. Biz məhlulda olan, mis 2 nitrat məhlulunda olan mis iyonlarının molunu məhlulun həmin məhlulun həcminə bölməliyik. Həmin məhlulun həcmini 250 ml, vahiddə mol bölü litr verdiyi üçün sırtam 125 litr. İndi məsələ nədir? Bu mis 2 nitrat məhlulunda nə qədər mis iyonu var? Onu tapmalıyıq. Bunu da hardan tapacağıq? Çöktürdüyü natrium hidroksiddən. 1 mol natrium hidroksid bizə 1 mol OH mənfi verir. İndi məsələ budur. 1 mol OH mənfi neçə mol mis 2 müsbət çöktürər? Bunların iyon tənliyini yazsaq. Əslində şagirdlər bu yolla getmir. Mənə belə bu işi mahiyyətini görərək bunu yazırıq. Kimsə də belə rahat gələ bilər. Baxın. 2 mol OH 1 mol mis çöktürür. Bəs 1 mol OH nə qədər mis çöktürək? 0,5. Mis 2 nitratda mis. Da heç mis 2 nitratı mən nə edirəm? Mis iyonlarını istəyir. Demək məhlulda 0,5 mol mis iyonu olub. Apar qoyuruq yerinə 0,5 mol. Bu da eləyir 2 mol bölü litr. Bu qədər. Bu belə. Amma şagirdlər nə eləyir? Onu deyək. Biz o versiyanda yazaq. Təbii ki, şagird iyon şəkildə görmək istəmir və ya bəzən görə bilmir. Götürür reaksiya yazdırır. Reaksiyanı mis OH2 plus natrium nitrat deyə tamamlayır. Yəni səhv deyil, sadəcə uzunçulu. Və deyir 1 mol X 2 mol 1 X bərabərdir 0,5. Və götürür bu 0,5'i bura qoyur, hesablayır. Bu özü yanlış demirəm, tamamlanmamış işdir. Niyə tamamlanmamış işdir? Olardı, məsələn, burada bir 3-dən və 2-dən məsələndə atıram. O zaman cavabı səhv çıxacaqdı. Çünki əgər misin burada bir indeksi olsaydı duzda, o zaman tapdığımız duzun molu ilə yaranacaq misin molu eyni olmayacaqdı və mis iyonların qatlığını istədiyi üçün biz səhv cavab tapacaqdıq. Əgər bu yolu eləyirsəniz də bir də birin birəni görə bilirsənsə o heç. Yəni bura fikir verməyənlərə aid edirəm ki, yəni əgər fikir vermirsinizsə ki, burada mis birin birədir filandır, elə birbaşa tapdığınız 0,5'i aparıb qoyub hesablayırsınızsa bu düzgün deyil, bu tamamlanmamışdır. Yəni burada düz çıxar, başqa yerdə səhv çıxa bilər. Məsələn, alüminium sulfat filan verər, səhv çıxar. Çünki alüminium sulfatın duzun molu ilə əmələ gətirəcəyi alüminium molu eyni deyil. Dolayısıyla o məhlulda onların molları və qatlıqları da eyni olmayacaq. Sən bir də burada belə bir iş aparmalısan, tamamlamaq məqsədi ilə. 1'in 1'ə deyib, yəni 1 moldan 1 yaranırsa, onda 5'də onda 5 yaradar. Əmin oluruq ki, artıq mis iyonları molunu tapmışıq, aparıb onu yerinə qoya bilərik. Yəni bu işin sonudur. Yəni diqqət olmalıdır. Şagirdlər elə belə şeyləri səhv eləyir. Belə xırda deməyək də incəliyi səhv eləyir və nəticədə səhv çıxır. Suallar. Cavab dedikdə cavab bəli 2 olur. Amma birinci o iyon tənliyi şəklində yazdığım o işin belə deyək də pro versiyadır. O artıq işi bilir. Elə yazır. Qrafik əsasən duzun dissosiasiya dərəcəsini hesablayın. Kalsium xlor dissosiasiya edilib. Kalsium 2 müsbət və 2 xlor mənfi yaranıb. Bu həll olandır. 5 mol həll olub. Və həll olanı biz nəyə vursaydıq dissosiasiyadan olurdu? Dissosiasiya tənliyində dissosiasiyadan olmam. Dissosiasiya dərəcəsinə varmı? Yoxdur. Onda %1 alfaya vurur.
Bu artıq bizim üçün dissosiasiya edəndir. 5 isə 50 olan öz yerində. Xlor 4 dənə xlor yaranıb, birdən də 2. Və bunu 2, 0 %5 alfa bərabərdir 2, alfa da bərabərdir 40% olacaq. Belə. 51. Natrium sulfat, natrium hidroksid qarışıqda maddələrin kütlələri əmələ gətirir natrium ionları, sulfat ionları, alfa-B nisbətini hesablanan hər iki maddə üçün alfa 100%. İonları ayırırıq. Natrium 2SO4-ün 2 natrium 1 müsbət, 1 SO4 2 mənfi. Natrium hidroksidi də ayırırıq. Natrium müsbət, OH mənfi. Və görürük ki, natrium ionları hər iki reaksiyada var. Həm yuxarıda, həm aşağıda. Bu 2,5-in nə qədəri natrium sulfatdan, nə qədəri natrium hidroksiddən yaranıb ilk öncə bilə bilmərik. Amma sulfat ionları sadəcə burada yaranır. Natrium sulfatdan yaranır. Deməli, qramla verib də bunu. Nəzəri olaraq 142 qramdan 2 mol natrium, 1 mol sulfat alınır. Aşağıda da 40 qramdan 1 mol natrium alınır. İndi, onda N-i aparıb bura qoysaq, N moldan 1-in 2-yə nisbətə görə 2N bu yaranar. 100 qram da bu 1. 142 N'də bu olar. Buna A demişdi. A demişdi. A deyib bura. A-nı da tapırıq 142. İndi natrium sulfatdan 2N mol natrium yarandığını gördük. Amma ümumilikdə 2,5 mol yaransa, deməli 0,5 N-i də natrium OH-dan yaran. 1-ə 40-dır. Bu da B deyib. B-ni də tapırıq 20. A böl B-ni istəyir. 142 N bölünsün 20 N. O da bərabərdir 7,1. Cavab 7,1 olacaq. 52-ci sual. Bu duzun 9,4 qramı tamamilə dissosiasiya etdikdə bu qədər X, bu da qədər Y ionları əmələ gəlir. Duzun molyar kütləsini hesablayın, MR-ni hesablayın. Baxın, istənilən bir duzda duzun 1 molunun əmələ gətirdiyi ionlar kiçik tam ədədlər olmalıdır. Yəni 1, 0,5, 2, 4 yox. 1, 2, 2, 4 yox. Çünki kiçik tam ədədlər olmalı. Biz də bu ionları kiçik tam ədədlərə gələcək qədər böyüdək. Neçəyə vura bilərik? 20-yə. 20-yə vuruq, bu 1 eləyir. 20-yə vursaq, bu 2 eləyir. Demək ki, bu formul X, Y, O3 2 imiş. Demək ki, bu imiş. İndi X, Y, O3 2, X 2 müsbət plus 2, Y, O3 1 mənfi. Bunun 9,4-ündən, məsələn, X-ə görə baxıram. %5 mol bu əmələ gəlir. MR-ə də 1 yazır. Və cavab da MR buradan çıxır. 20 dəfə çox da 94-ü 2-yə vursaq 188. 188-in geçir. Və 53-cü sual. Sıxlığı bu qədər. 700 qram kalium sulfat məhlulun kütləsi bu qədər. Cəmi bu qədər ion var. Kalium sulfat məhlulun molyar qatlığını hesablayın. Alfa 100%. Əgər biz, baxın, sonla gələk bir dənə, kalium sulfat məhlulun molyar qatlığını istəyiriksə, kalium sulfatın molunu bölməliyik məhlulun həcminə və məhlula. İndi, məhlulun sıxlığı və məhlulun kütləsi varsa, məhlulun həcmini tapa bilirik. Rho bərabərdir, yada salırıq. Mən elə qırmızıya keçirəm. Rho bərabərdir, M böl V, yəni 700 bölünsün məhlulun həcmi, rho da 1,4-dür də. V məhlul olacaq. 700 bölünsün 1,4. Bu da eləyər 500 milli. Və molyar qatlıq mol bölü litr olduğuna görə 0,5 litr. Yəni məhlulun həcmini tapdım 0,5 litr. Bəs kalium sulfatın molunu hardan tapım? Necə tapım? Yəni 700 qram o məhlulun nə qədər kalium sulfatdır? İndi 700 qram məhlulun kalium sulfatın tapmaq üçün isə ionlardan istifadə edəcəm. Dissosiasiya tam gedib. Yəni, bu məhlulda nə qədər kalium sulfat həll olubsa, hamısı ionlara ayrılıb. Onda kalium sulfatın 2 kalium müsbət plus 1 SO4 2 mənfi desəm, 1 mol kalium sulfat tam həll olduqda, bunun 2 mol kalium, 1 mol sulfat, yəni 3 mol ion əmələ gətirdiyini bilirik. Bəs neçə mol kalium sulfat həll olub ki, var ki o məhlulda? 9 %3 var, 10 %23, yəni 1,5 mol ion əmələ gəlib.
Bu 1,5 deməkdir. X bərabərdir 0,5 mol. Deməli 0,5 mol kalium sulfat əldə olub. Bunu da bura qoyuruq. Cavab da 1 mol böl litr olacaq. Bu da bu testin sonuncu izahı idi. Növbəti izahlarda görüşərik. Sağ olun.